Bunlara baxın dostlar, əlimdə yemək görüblər. Qapının ağzına yığılıblar. Ki, nəysə bunlara verəcəm. Dəm bunlara bəs eləmir deməli. Əlavə nəysə də istəyirlər. Evinizdə çıxacaq göyərti, kələm, kartoşka qabığı, nə olacaqsa tökəcəksiniz. Toyuqlar böyük iştahla öz yeməklərindən əlavə olaraq, dəndən əlavə olaraq yiyəcəklər. Görürsünüz, necə cümdülər. Əlimdə kulok görəndə ucu qapının ağzını haqlayırlar. Bax belə dostlar, kanalımıza abunə olun. Bundan da maraqlı, yaxşı məsləhətlər sizə verəcəyik. Qəşəng videolar çəkəcəyik. Sizə təqdim edəcəyik inşallah. İzləyin kanalımızı. Abunə olun, hər zaman görəsiniz. Astrolog cücələrimizin bu gün bir ay tamam oldu düz. Ayın 23'ü çıxmışdılar. Keçən ayın 23'ü. İndi bu ayın 23'ü bir ayları tamam oldu. Əməlli başlı yekə fərəyə oxşayırlar. Bir ayında fikir verin dostlar. Yeməklərinin üstünə yumurta sərpmişəm. Qaynanmış yumurta. Götürüb qaçırlar. Ağdaşın 2 nömrə yemin veririk hal-hazırda. 1 nömrə balaca cücələrə verilir. Bildiyiniz kimi. Yəni 20 günə kimi, 20 gündən sonra 2 nömrə vermək olar. Yaxşı inkişaf edirlər. Əlavə olaraq yemlərdə yumurta qatırıq. Bunlar da analı cücələrdir. 8 dənə cücə çıxıb, 11 yumurta qoymuşduq altına. 8 dənə cücə çıxardıbdır. Astral toyuğumuz. Bunların yeməyinə yumurta qatmışam. Cəmi 5 gündür. Bugün 5 günləri tamam oldu. Baxın necə aktivdirlər. Belə bir şərait qurmuşuq onlara. Anaları öyrədir onları yeməyi. Ləzzət edir də bunlara baxmaq. Saatla bunlara baxmaq var dostlar. Bunlar anasının yanında fırlansın, gəlsin, yesin. Biz də müşahidə edirik. Burada da toyuğumuz oturubdur. 2 dənə toyuğumuz var burada. Bir burada oturubdur. Külkü oturub. Bunu da yeməyin suyunu qoymuşuq yanına. İstəyən də durub yesin. Burada da bir dənəsi. 2 dənə də ana olmağa namizəd toyuğumuz var burada. Altına yumurtaları yığmışıq. İnşallah yaxın günlərdə bizi sevindirərlər.